Hər vaxtınız xeyirli olsun, dəyərli soydaşlarımız, əziz həmvətənlərimiz. Allahın salamı ilə sizləri salamlayırıq. Dünyanın hər yerində, dünyanın hər bölgəsində bugün mübarək ölkəmizin, gözəl vətənimizin, Azərbaycanımızın, özəlliklə həmrəylik ruhunu daşıyan insanlarımızın zehnində bir bayram ruhu var. Təbii ki, bu ruh əsrlərdən bəri xalqın ruh kökünə, mənasına, qəlbinə və damarlarına işləyib. Milli həmrəylik. Azərbaycan xalqının əsrlərdən bəri tariximizin çox sitəmli səhifələrini aşıb mərdanəliklə keçdiyinin şahidi ola bilirik. Biz nə zaman tariximizdə bir olmuşuqsa, bütünləşmişiksə, birləşmişiksə, düşmən qarşımızda əzilib, məğlub olub. Nə zaman təfriqələrə, parçalanmalara getmişiksə, o zaman torpaqlarımız istila edilib, vətən talan edilib, insanlarımız onun əzabını, əziyyətini əsrlərlə çəkibdir. Odur ki, bugün Milli Həmrəylik Günü dediyimiz zaman öncə gök qübbəsindən, səmanın dərniklərindən bizə enən, hökmləri 1500 ildir icra edən uca millətimizin ruhuna tamaşaya ehtiyac qalır. Bəli, İ'təsimu bihəblillahi cəmiyən və lə təfərraqu deyən uca yaradana əcdadımız sarılmış, bu hikmətə, bu əmrə baş əymiş və onun ətrafında toplaşmışdı. Göy qübbəsindən enən bu ipə sarılan millətimiz nə zaman ki möhkəm tutmuş, onların yanında Rəbbimizin rəhməti olmuşdu. O qüdrət ipinə nə zaman sarılmışsa, o zaman güclü və qüvvətli olmuşlar. Odur ki, bugün də Qur'an-ı Kərim insanlığa, özəlliklə ümmətə, ümmətin içərisindəki millətlərə hayqırır. Allahın ipindən möhkəm yapışın. Təfriqələrə getməyin. Təfriqə şeytanidir. İttifaq, ittihad, birlik Rəbbanidir. Odur ki, Qur'anın və dinimizin mənəviyyata yönəli və bizdən tələb etdiyi bu dəyərlər bugünkü nəslin formalaşması və şəkillənməsi üçün olmazsa olmaz bir nemətə çevrilib. Dəyərli dostlar, biz Azərbaycan adında bir ağacın budaqlarıyıq. Bugün əgər vücudumuz, varlığımız ölkəmizin hüdudlarından kənarda olsa belə, bir şeyin fərqinə varacağıq. Bədən, vücud vətəndən uzaq ola bilər, amma ruh vətəndən heç zaman kənarda olmur. Biz hansı ölkədə, hansı şəhərdə, hansı bölgədə olsaq belə, heç bir ölkənin bayrağının altında rahat nəfəs ala bilmərik. Bizim hür, azad nəfəs ala biləcəyimiz yeganə bir bayrağımız var. O bayrağın altında qürur duyur, iftixar hiss edirik. O bayrağın kölgəsində milli kimliyimizin tərənnümünü, o məna səsini rahat eşidə bilirik. O bayraq ki, bugün sərhədlərimizin ən yüksək zirvəsində dalğalanır. Pıçıltı ilə hayqırır, üzərindəki rənglə əslində bir mənanı ifadə edir. O üç ürək Azərbaycanımıza, Azərbaycançılığımıza, həmrəyliyimizə, milliliyimizə, kimliyimizə, günümüzə və gələcəyimizə dair mesajlarını verir. Odur ki, biz milli birliyi o dərin əxlaqımızda görürük. Hansı millətin imanı qüvvətlidirsə, o millət güclü millət sayılır. Hansı millətin mənəviyyatı qüvvətlidirsə, o millət sarsılmaz millət hesab olunur. İfadə elədiyimiz kimi, Azərbaycan xalqının, bu uca millətin, bu əziz millətin əslində daşıdığı çox böyük bir yük var. Bu yük ondan ibarətdir ki, əsrlərin əcdad mirasını çiynində daşıyır, digər tərəfdən zavallı və zalım, ədavət, eyni zamanda nifrət püskürən ətrafında qonşularla çiyin-çiyinədir. Və ətrafımızı saran düşmanlar, bu torpaqlara işğal nəzəri ilə baxan güclər
bugün də Azərbaycanın, bu mübarək ölkəmizin zəfərini həzm edə bilmirlər. Odur ki, bizim parçalanmağımızı istəyən düşmənlərimiz, bizim birliyimizi istəyən isə dostlarımızdır. Odur ki, biz bu birliyi Qur'an-ı Kərimdən görürük. Bu birliyi Həzrəti Muhammed Aleyhisselatü Vesselam'ın Mədinədə qurduğu qardaşlıqdan alırıq. Əsrlər bundan öncə bir qardaşlıq ruhu inşa edən, ümmətə əmanət etmiş Nəbilərin Sultanı Aleyhisselatü Vesselam bugün bu millətdən, bu uca millətdən o birliyi görmək istəyir. Odur ki, əziz insanlarımız, biz artıq yeni bir təqvimə də daxil oluruq. Bir tərəfdən dekabrın 31-i Azərbaycanın həmrəylik günü, digər bir tərəfdə isə yeni bir ilə qədəm qoyuruq. Əlbəttə ki, yeni ilə qədəm qoyduğumuz zaman bizim gözümüzün qabağına gələn ilk boynumuzun borcu olan o şəhidlərimizdir, qazilərimizdir. Biz nə qədər çox şəhidlərimizə rəhmət oxuya biliriksə, onların ruhunu şad eləməyə çalışırıqsa və onların bizə yüklədiyi o mirası sahiblənə biliriksə, bu əslində bizim bir qüdsi yolda, bu əslində həmrəylik gününə verə biləcəyimiz ən böyük rəhdir. Və eyni zamanda bizim üzümüzü ağ edən, alnımızdakı ləkəni təmizləyən o qazilərimizin, onların ehtiramını nə qədər çox saxlaya biliriksə, bəli, bu da söylədiyimiz o rəngin başqa bir çalarığıdır. Əziz insanlarımız, bugün bu soyuqda, qarda, çoğunda, sərhədlərimizin səngərlərində millətimizin şərəf və namusunu qoruyan, o barıt qoxuyan səngərlərdə dayanan əsgərimizi təbrik edirik. Onun haqqıdır əslində bugün ilk təbrik. İlk təbrik bugün şəhid analarının, şəhid atalarının, şəhid ailələrinin haqqıdır. Bugün ilk təbrik əlbəttə ki, qazilərimizin haqqıdır. Ölkəmizin hüdudlarından kənarda, dünyamızda 50 milyonluq bir Azərbaycan ailəsinin evlatlarıyıq. Biz əslində bir ailənin övladlarıyıq. Biz eyni havanı, eyni sazı, eyni sözün harayındayıq. Bizim vətəndaşımızın hər hansının birinin dərdi əslində millətin dərdidir. Millətimizin üzü güldüyü zaman insanlarımızın üzü gülür. Allah qorusun, millət dərdləndiyi zaman isə fərdlərimiz də dərdlənir. Odur ki, bu bayramlar bizləri yenidən bir yumruq halına getirir. Bir ürək, bir bilək halına getirir. Və qəlbimizin ritmi o zaman yerini dəyişir ki, biz istiqamətdən ayrılaq ki, Allah qorusun. Əlbəttə ki, bugün Parisdə gəzən bir gəncimiz, İstanbulda gəzən bir gəncimiz və yaxud da təhsil alan bir gəncimiz Birləşmiş Ştatlarda və ölkələrin fərqli bölgələrində Çinindən tutmuş Pakistanına qədər gəzən, dolaşan bir gəncimiz bir şey fikirləşməlidir. Mən Azərbaycanlıyam. Mənim bir milli kimliyim var. O özünü Xankəndində, özünü Şuşada, Azərbaycanda kimi hiss etməli və bu millətin uca dəyərlərini orada qorumalı, ən gözəl əxlaqi münasibətləri orada sərgiləməlidir. Çünki buca millətin, bu böyük xalqın evladı olmaq əslində böyük bir şərəfdir. Azərbaycanlı olmaq böyük bir iftixardır. Ona görə də biz ölkəmizin kənarında bu milli ruhumuzu, bu mənəvi dəyərlərimizi mütləq qorumalı, onu əxlaqımızla, ədəbimizlə, zehnimizin, eyni zamanda zəkamızın təri ilə mühafizə etməliyik. Nə zaman ki millət milli mənəvi dəyərlərinə, milli kimliyinə, öz məna, öz fitrətinə, öz kökünə bağlanar, o millətin, o millət ağacının qol-budağını dünyadan gələn şiddətli rüzgarlar tərpədə bilməz. Amma öz kökündən, öz soyundan, öz kimliyindən qopmuş millətləri çox xəfif küləklər belə yerindən oynadar. Dəyərli insanlarımız, əcdadımızın bizə ərmağan etdiyi bu cənnət vətənin üzərində yaşayırıq. Üç rəhli bayrağımızın kölgəsində
varlığımızı ifade edirik. Bugün bu güzel ölkemizde zəfər eyni zamanda müzəffər bir xalqın evladı olaraq həmrəylik günümüzü gözəl şəkildə qeyd etməyə çalışırıq. Amma tariximizin bir səhifəsinə də tamaşa edirik. Çünki bu həmrəylik anlayışı son illərin məhsulu kimi görünə bilər. Tikanlı məftillərin qoparıldığı, iki parçaya bölünmüş bir millətin arasındakı bütün səddlərin götürüldüyü bir günün adına verilən bir addır bu. Odur ki, zaman dəyişsə də, dövr dəyişsə də bizim dəyişməyən bir duamız var. Bizim dəyişməyən bir məfkurəmiz var. Əslində, həmrəylik məfkurəmiz, həmrəylik şuurumuz bizim çox dərindir, çox əngindir. Əslində, bizi gücləndirən, bizi qüdrətləndirən, bizi əzəmətə, əzəmətli bir aləmə qaldıran bir məna yükü ilə doludur. Bu baxımdan Quran-ı Kərimin başqa bir ayəsində buyurulur ki, İn yansurkumullahu fələ qalibə ləkum. İn yansurkumullahu fələ qalibə ləkum. Əgər Allah sizə yardım edərsə, sizi məğlub edə biləcək bir güc olmaz. Dəyərli dostlar, biz iman etmiş bir millətik. Bizim bir milli kimliyimiz olduğu kimi bir dini kimliyimiz də var. Nə zaman ki bizim həmi dini, həmi milli kimliyimizin ittifaqı var, o zaman deməli həmrəy olmuşuq. Mənəvi həmrəylik ilə maddi həmrəyliyin ittifaqını burada seyr edə bilirik. Və bu gözəl, mübarək birliyi bizdən sonra gələn nəsillərimizə daha gözəl çatdıra bilirik. Axı ayə deyir ki, əgər Allah sizə yardım edərsə, burada bir şərt var. Rəbbin bizə yardım etməsi üçün bizim ədəbli olmağımız, bizim dini və mənəvi o dəyərlərə sarılmağımız, aramızda olan qardaşlığımızı, aramızda olan ünsiyyətimizi, aramızda olan şəfqət və sevgi hisslərimizi möhkəmləndirməliyik. Onun dəvətini, təbliğatını etməliyik və eyni zamanda sadəcə dəvətdə qalmamalıyıq, onu həyatımızda yaşatmalıyıq. Odur ki, ölkəmizin kənarındakı bir vətəndaşımızın canının ağrıması bizim canımızı ağrıtmalıdır. Onun çəkdiyi çiləni, izdirabı biz yaşamadıkça təbii ki, o milli birliyi duya bilmərik. Odur ki, bizim babalarımız evimizə qonaq gəldiyi zaman xoş gəldin deyiblər. Onu Tanrı qonağı kimi qəbul ediblər. Axı biz özümüzdən balacalara mərhəmət edən bir millətik. Axı biz ehtiyacı olanlara yardım edən, paylaşan bir millət olmuşuq. Axı bizim mənəvi dəyərlərimiz çox alidir. Odur ki, bugün ölkəmizin vətəndaşlarının diasporasından tutmuş sadə vətəndaşına qədər, dünyanın fərqli bölgələrində yaşayan 50 milyonluq bir xalqın evladı olaraq bilməli. Olduğu yerdə Azərbaycançılığımızı orada tərənnüm etməli, ən gözəl şəkildə təmsil etməlidir. Çünki bu bir milli kimlik məsələsidir. Bu böyük bir məsuliyyət məsələsidir. Həm də Allahın bizdən tələb etdiyi bir dəyərdir. Dəyərli dostlar, əziz həmvətənlərimiz, bugün yeni bir ilə də qədəm qoyuruq. İnşallah 2025-ci il ölkəmizin talihində və tarixində unudulmaz hadisələr oldu. Doğrudur, acılarımız da oldu. Lakin ümid edirik, arzu edirik ki, 2026-cı ildən sonra özəlliklə Qarabağımızda, Qarabağ yurdumuzdakı bu yeni infrastrukturun sürəti daha da artsın. Ora qayıdan vətəndaşlarımızın, soydaşlarımızın sayı daha da çoxalsın. O bölgələrdə yenidən bir həyatın, yenidən bir nəfəsin gəlməsi üçün uca yaradan bizə yar və yardımçımız olsun. Bütün Azərbaycanlıların həmrəylik günü münasibəti ilə, eyni zamanda yeni ilin gəlişi münasibəti ilə bütün soydaşlarımızı, vətəndaşlarımızı təbrik edirik. Allah mübarək etsin.